Salam değerli izleyiciler. Bugün ben sizlere Kaspi'nin 7. sınıflar için keçirmiş olduğu sınav imtihanı, riyaziyyat sorularının izahlarını vereceğim. Birinci suala geçək. İlk sualımız 81 nömrə ilə qeyd olduğu için nömrələri ilə yazacağım sualları. Modulda x minus 3 küçükdür 5 bərabərsinin neçə natural həlli var? Modul bərabərsinin qaydasına görə modulda fx'in qiyməti küçükdür a şəklində bərabərsizlikdə a da haradakı sıfırdan böyük olarsa fx küçükdür a böyükdür mənfi a bərabərsizliyi ilə 2 qat bərabərsizliyi eyni güclüdür. Demək ki biz bu misalı belə yaza bilərik ki x çıxılsın 3 küçükdür 5-dən böyükdür mənfi 5-dən. Və hər tərəfə müsbət 3 əlavə etsək, onda mənfi 5 üstəgəl 3 küçükdür x minus 3 üstəgəl 3 küçükdür 5 üstəgəl 3 olar. Və buradan da gördüyümüz kimi mənfi 3 ilə müsbət 3 islah gedər. Qalar bizdə mənfi 2 küçükdür x-dən, bu da küçükdür 8-dən. Demək x-in ala biləcəyi qiymətlər mənfi 2 ilə 8 arasındadır. Amma bizdə şərtdə deyir ki, neçə natural həlli var? Natural həllərdə bizdə ödəyəcək 1, 2, 3, 4, 5, 6 və 7. Demək düzgün cavab olmalıdır. 7 sayda bu da verilibdir C variantında. Keçək növbəti sual 82-ci suala. Sualda deyilir ki, verilmiş kəsirlərdən hansını sonlu onluq kəsir şəklində yazmaq mümkündür? Sonlu onluq kəsir şəklində yazmaq üçün sadə kəsirin məxrəci vuruqlarına ayırdıqda vuruqlar sadəcə 2 və 5-dən ibarət olarsa, ya 2-dən, ya 5-dən və ya da 2 və 5-dən ibarət olarsa sonlu olar. 2 və 5-dən fərqli vuruq varsa sonlu deyildir. Variant təhlil etsək 18-də 14 kəsir sadə kəsir deyil. İlk öncə ixtisar edirik 2-yə, qalacaqdır 9-da 7. 9-u sadə vuruqlarına ayırdığımız zaman 3 vurulsun 3 deməkdir. 2-dən fərqli vuruq olduğu üçün artıq bu sadə deyil, bu olacaq dövrü. Dövrü onluq kəsirdir. B variantına baxırıq. 12-də 10 verir. Yenə də sadə kəsir çevirdiyimizdə 6-da 5 eləyir. 6-nın sadə vuruqlarında 3 ilə 2-nin A şəklində görünə bilər. 2-dən fərqli 3 olduğu üçün bu da sadə sonlu deyildir, dövrüdür. C variantına keçid edirik. 21-də 8. 21-də 8 sadə kəsirdir. 21-i sadə vuruqlarına ayırdığımızda 3 vur 7 deməkdir. Sadə vuruqlar 2-dən və 5-dən ibarət olmadığı üçün bu da sonlu deyil. D variantında isə 15-də 3 verdilər. Bu da sürət və məxrəci çəkçay geçsə qalar 5-də 1. 5-də biz bilirik ki, elə 5 vurulsun 1 şəklində yaza bilərik. Yəni 5 şəklində verilib. Burada da ifadəmiz məxrəci sadəcə 5-dən ibarət olduğu üçün sonludur. Və sonluya çevirdiyimizdə 2-yə vururduq. Olurdu 10-da 2 və yekun cavab 0,2 alınırdı. Sonlu şəkildə onluq kəsir şəklində göstərilə bilən yeganə variant bizdə D variantıdır. Demək düzgün cavab olacaqdır. D bəndi. 83-cü suala keçid edək. Verilmiş müqayisələrdən doğru olanları seçin. A üçün mənfi 7-də 1, böyükdür mənfi 3-də 1 verdilər. Hər tərəfi mənfiyə vursaq, bu 7-də 1, kiçikdir 3-də 1 şərti ilə eynidir. Sürətləri bərabər olan müsbət kəsirlərdən məxrəci kiçik olan böyük olduğu üçün bu demək doğru olacaqdır. Bu yazılış doğrudur. B şərtində mənfi 2-də 1, böyükdür mənfi 6-da 1 verib. Hər tərəfi mənfi 1-ə vursam, 2-də 1 kiçikdir 6-da 1 olacaq. Bizim bu şərtimizə görə bu yanlışdır. Çünki sürətləri bərabər olan kəsirdə məxrəci kiçik olanı böyük olmalıydı. Mənfi 4-də 3, kiçikdir mənfi 9-da 8. Hər tərəfi mənfiyə vursaq, edəcəkdir 4-də 3, böyükdür 9-da 8-dən. Çarpaz vurduğumuzda 3 vur 9, 27, 4 vursun 8-də 32 olduğu üçün 27 32-dən kiçikdir. Demək ki, bu yazılışda doğru deyildir, səhvdir. Bizdən soruşurdu ki, doğru olanları seçin. Doğru olan yalnız A-dır. A olan da cavabda verilibdir B variantında. Növbəti suala keçid edirik. 84-cü sual. Yazır ki, 7 bərabərdir m bölünsün 6. 7-nin məxrəcinə 1 yazsaq, tənasüb qaydasından geçsək, biz bunu belə yaza bilərik ki, m bərabərdir 7 vur 6-dır. Yəni neçədir? 42. Düzgün cavab olacaqdır A variantı. 85-ci suala da baxaq. Ədəd oxunda verilmiş, ədəd oxu olsun, A nöqtəsi 5 şəklində verilib. B nöqtəsi x şəklindədir. C nöqtəsi y şəklində. AB AC-yə bərabərdir. AB AC-yə bərabərdir. Aha. Əgər AB AC-yə bərabər verilibdirsə, demək ki, A ortadadır. Onda A5 buradadır.
Bx de buradadır. Bu zaman AB'nin qiyməti AC'nin qiymətinə bərabər olur. Bərabərdirsə o deməkdir ki, bizdə A nöqtəsi orta nöqtədir. Orta nöqtənin koordinat tapmasına görə x ilə y-in cəminin yarısı 5-ə bərabər olmalıdır. Demək x ilə y-in cəmi bizdə 10'dur. BC məsafəsi 12'dir. B'dən C'yə qədər məsafə. B'dən C'yə qədər məsafə 2 nöqtə arasında məsafə düsturuna görə y çıxısının x-in qiymətidir. Bu da 12'yə bərabərdir. Təlimdə sistemi kimi həll etsək tərəf-tərəfə topladığımızda x-lər istak edər 2, y qiyməti 22'dir. Y demək 11'dir. Y 11'dirsə bu zaman x-in qiymətinə -1 qalır. X, y hasilini istədiyi üçün -1 vurulsun 11 edər -11. Demək düzgün cavab olacaq -11. Bu da verilibdir D variantında. Növbəti sualımız 86-cı sualdır. 0,3 dövrdə 57, üstəgəl 0,4 dövrdə 42. Qarışıq dövr onu kəsən toplanma qaydasına görə biz bunu belə yaza bilərik. 0,7 dövrdə 99. Bu yazılış bizə nəyi verir? Əgər dövrdə 2 rəqəm varsa və hər iki rəqəmlər 9-dan ibarətdirsə, demək ki, dövrdən əvvəlki, yəni onda bir mərtəbəsi bir vahid artacaq. Bu ifadəmizin qiyməti görə bu olacaq 0,8. 0,8 cavabı da verilibdir D variantında. Açılışı ilə də göstərsək eyni cavab ala bilərik. Bunu istəyirsə açılışı ilə də yazaq. 0,3 dövrdə 57, üstəgəl 0,4 dövrdə 42. Bu 99, böyünə bir 0 gəldi. 357 çıxılsın 3, üstəgəlsin 9, 9, 0, 442 çıxılsın 4. Bərabərdir. 990'da 354, üstəgəlsin 990'da 432. Bu da 990'da 354 üstəgəl 432 deməkdir. Burada da necədir 990'da bunları topladığımızda 6, 8 ve 7. 786 alındı. alındı. Burada ixtisar yaparsak 99'a bölünür mü göre 786'ını 99'a bölsek hesaplama səhvimiz var. Bir dəqiqə. Demək biz burada nə etməliyik? 442'den 4'ün çıktığımızda 438 kalacak. Ve bunları topladığımızda 2 burada. 8 bir ya da 9. Bu da 7. 792 burada da 990 var. Ve artık 792'ni 99'a ixtisar etdiyimizdə 8 dəfə düşəcəkdir. Demək süətli olacaq 8, məxrəsli olacaq 10. Bu da 0,8'e bərabərdir. Hər iki versiyada cavabımız 0,8 alınır. Düzgün cavab olacaqdır D variantı. Kaldığımız yerdən davam edək. Növbəti sualımız 87-ci sualdır. Verilmiş onlu kəsir düzgün olmayan kəsiri çevirin və sürətini tapın deyə verib. 2,125 biz bunu çevirdikdə 2,4'te 1 veya da ki 4'te 9 deyə bilərik. Bu da ki 4'te x verdilər. Demək x'in yerinə 2 deyəndir, 9 deyəndir. Demək düzgün cavab olacaq 9. Bu da verilib A variantında. 88-ci sual. Suala biraz böyüdək. 1,4'te 1 üstə gəlinsin 3,2'de 1 məxrəsi isə 2,8'de 3 veribdilər. Bunu hesaplamamız lazımdır. Demək burada 2'ye vursak orada 1,4'te 1 üstə gəlsin 3,4'te 2 məxrəsi isə 2,8'de 3 var. Qarşı tərəflərin toplamasına görə eləyəcəkdir 3'ün üstünə 1 gəldiyimizdə 4,4'te 3 burada da 2,8'de 3.
Bu da bərabərdir. Qarşıq ədədlərin bölmə əməli olmadığı üçün qarşıq ədədlər üzərində ilk önce belə ya da düzgün olmayan kəsrə çevirək. 4-də 19 bölünsün 8-də 19. Kəsri kəsrə bölmək üçün bölünəni bölənin tərsinə vurmaq lazımdır. Burada 19 arxaya gedər. 4'də 8 qalar ki, burada da cavabımız alınacaqdır 2. 2 cavabı da verilibdir B variantında. Keçir növbəti sual 89-cu suala. Deyilir ki 3 kiçikdir bərabərdir A, bu da kiçikdir 8. 2 qat bərabərsi ödəyən natural həllərin sayını tapın. Natural həllərin sayını tapmaq qaydasına görə A-nın ala biləcəyi qiymətlər demək 4, 5, 6, 7 qiymətlərdir və hətta ki bunu belə də tapa bilərsiniz. 8-dən 3'ü çıxarsınız, oradan da birbaşa qiyməti taparsınız. 3 qiyməti də burada ödəmişdi. 3, 4, 5, 6, 7. Buradan birbaşa 8'den 3'ün çıxımızda neçəsi qalacaqdır? 5 qalacaqdır. Demək düzgün cavab olacaqdır 5. Bu da verilibdir D variantında. 90-cı sual. Hansı təklif doğru deyil? Natural ədədlər sonludur. Bildiyimiz kimi natural ədədlər sonsuz yazılır. Sonsuzdur demişik. Ən kiçik natural ədəd 1'dir. Ən böyük natural ədəd sonsuzluqdur. Tam ədədlər sonsuzdur. Bəli. İstənilən natural ədəd həm də tam ədəddir. Bu da doğrudur. Bütün natural ədədləri kəsr şəklində göstərmək mümkündür. Bütün natural ədədləri kəsr şəklində göstərmək mümkündür. Bəli, bütün natural ədədləri kəsr şəklində göstərmək mümkündür. Bir tərəf ədəd ödəməyən variant A variantı olacaqdır. Çünki orada şərtdə deyir ki, natural ədədlər sonludur. Biz də bilirik ki, natural ədədlər sonsuzdur. Düzgün cavab olacaqdır A variantı. 91-ci sual. A nöqtəsinin koordinatı 8,5 və B nöqtəsində koordinatı -1,4 kimi verilib. İki nöqtə arasındakı məsafə düsturuna görə onda AB məsafəsi tapmaq üçün modulda 8,5 çıxılsın 1,4 götürülür. -1,4. Burada da bərabər olacaqdır. 8,5 üstə gəl 1,4. Bu deyiləcək 9,9. 9,9 cavabı da verilibdir B variantında. Növbəti sual 92-ci sualdır. 90 ədədinin 0-dan dövrdə 5 hissəsini tapın. Ədədin hissəsi tapmaq üçün ədədi hissə göstərəndə vurmaq lazımdır. Bu da 90 vurulsun. Saf dövr onda kəsirdir. Açılış qaydası 9'da 5'dir. 9'dan 90 sayı gedib 10 qalanda 10 vurulsun 5 bərabərdir 50 alınacaqdır. 50 cavabı da verilibdir C variantında. 93 nömrəli sualda 0,1 dövrdə 3 qarşıq dövr 12'sini adi kəsrə çevirsək 90'da 13 çıxılsın 1 deməkdir. Bu da 90'da 12'dir. Bu da 3'ə ixtisar eləsək, sürət və məxrəci 3'ə bölsək qalacaqdır 30'da 4. Bu da bərabərdir A bölünsün 30 verirdilər. Əgər bu iki kəsir bir-birinə bərabərsə, demək A'nın qiyməti 4'ə bərabərdir. Bu da verilibdir A variantında. Növbəti sualımız 94-cü sualdır. Hansı bərabərsizliyin həlli yoxdur? A variantında yazır ki, modulda x böyükdür 0'dan. Bunun həlli var. X-in yerinə 0'dan fərqli istənilən bir ədəd yazıldı. X fərqlidir 0 olduqda bunun həlli var. B variantında yazır ki, modulda x kiçikdir 0'dan. Bəli, bu həlli yoxdur. Çünki x-in yerinə nə yazarsa yazaq, heç vaxtı 0'dan kiçik olmayacaq. Demək, düzgün cavabımız olmalıdır. B variantı bizdən həlli yoxu soruşurdu. Digər variantları da təhlil etsək, modulda x kiçikdir bərabər 0 bərabərsin həlli x-in 0'a bərabər olduğu qiymətlərdir. D-də isə modulda x böyükdür -2 verirsə, bu da x-in istənilən qiymətdir. X daxildir. Bütün həqiqətlər çoxluğu. Düzgün cavab olacaqdır bizdə B variantı. 95 nömrəli sual. Ədəd oxunda -4 və -5 arasında yerləşən ədəd hansı ola bilər? Belə deyək də, -4 buradadır, -5 buradadır. Demək, buralığa düşən ədədlər -4 ilə başlayacaq. -4 tamla. Onda -4 tamla başlayan yeganə ədədimiz bizdə C olduğu üçün düzgün cavab olacaqdır -4,1. Bu da düzgün cavab da veriləcəkdir C variantında. 96-cı sual. Artıq açıq tiplərə keçid etdik. Sual belədir. Modulda 25 vurulsun 10'da 3 çıx 5'də 2 hesablandan sonra üzərində 0,5 gəlir və modul hesablanır. 25 vurulsun. Bu bizdə edəcək 2'yə vursaq 10'da 3 çıxılsın 10'da 4
üstəgəl 0,5 bərabərdir. 25 vurulsun, mənfini qarşıya atanda 10,1 üstəgəlsin 0,5. Bu bizə mənfi 2,5 üstəgəl 0,5 eləyir. Ədədin biri mənfi bir müsbət olanda modul böyükdən modulu kiçik çıxılırdı və modul böyüyün işarəsi qalırdı. Onda olurdu mənfi 2, mənfi 2-dən modulu müsbət 2-yə bərabərdir. Demək düzgün cavab olacaqdır 2. 97-ci sual. Bir ilin 0,6 hissəsi neçə aydır? Bildiyimiz kimi bir il 12 aydır. 0,6-nı da adi kəsrə çevirəndə 9,6 deməkdir. Yəni 3-də 2 deməkdir. Yəni bizdən əslində soruşur 12-nin 3-də 2 hissəsini. Bu da 12 vur 2 bölü 3 deməkdir. Yəni 24 bölü 3 edəcək 8. Demək düzgün cavab olmalıdır. 8 aydır. 98-ci suala keçid edirik. M-in qiymətini bizə 10, N-in qiymətini 2 veribdilər. 0,6 M minus 1,5 N bölünsün M üstəgəlsin 5 ifadəsinin qiymətini hesabla deyir. Dəyişənin ifadə şərtinə görə dəyişənin qiymətini yerinə yazmaq lazımdır. 0,6 vurulsun 10, çıxıb 1,5 vur 2, aşağıda isə 10 üstəgəl 5. Bu biz eləyər 6 çıxılsın 3 bölünsün 15. Bu da bərabərdir. 3 bölünsün 15, yerdə qalacaqdır 5-də 1. 5-də 1 də adi kəsirdir. Onu kəsrə çevirdiyimizdə 10-da 2, yəni 0,10-da 2 şəklində yazmaq olar. Növbəti sual uyğunluq sualıdır. Deyilir ki, modulda x kiçikdir bərabərdir 8. Bilir ki, x kiçikdir bərabərdir 8, böyük bərabərdir -8 olması lazımdır. Şərtlərə baxdığımızda sonsuz sayda həlli var deyir. Xeyr, sonsuz sayda həlli yoxdur. Yeganə həlli var. Xeyr, həlli yoxdur. Həlli var. Ən böyük həlli 7-dir. Ən böyük həlli bizdə 8-ə bərabərdir. Ən kiçik tam həlli ən böyük tam həlli 3'dür deyə verib. Burada şərtlərdən buna uyğun gələni bir də varmı təhlil eləyək. Və yazır ki, yeganə həlli var. Yeganə həlli yoxdur dedik. Həlli yoxdur, həlli yox şərti ödəmir. Həlli olmaması üçün ifadə mənfi olmalıydı. Ya deyək ki, -8 versəydi həlli olmazdı. Sonsuz sayda həlli var. Əslində bu variant uyğun gəlir burada. Nəyə görə uyğun gəlir, onu da deyim. Burada sonsuz sayda həlli var sözü, sonsuz sayda həlli var sözü. Yəni tam həldən getmir. Rasional, irrasional, yəni kök, kəsr olan qiymətlərdən də gedir. Ona görə burada düzgün cavab C variantı götürüləcəkdir. 1'ə C uyğun gələcəkdir. Sonsuz sayda həlli var. Əgər bizdən desəydi ki, sonsuz sayda tam həlli var, bu zaman cavab səhv olardı. Bildiyimiz kimi iki tam ədədin arasında sonsuz sayda kəsr ədəd var, yəni rasional ədəd var. Ona görə düzgün cavab olacaqdır. 1'ə C. İkincidə isə modulda x kiçikdir bərabərdir 0 veribdir. Modul x kiçik bərabərdir 0 şəklində bərabərsin əldə yalnız x-in 0 qiyməti ödəyir. Demək ki, yeganə həlli var. Şərti ödənəcək burada. Modulda x kiçikdir bərabərdir -4 verir. Bu şərti də ödəyən heç bir qiymət yoxdur. Heç vaxt modul ifadə mənfidən kiçik ola bilməz. Bunda həlli yoxdur. Şərt ödənəcəkdir. 3'ə də ödənəcəkdir. B variantı. 1'ə C ödənəcək. 2'yə A ödənəcək. 3'ə də B variantı ödənəcək. Keçid edirik 100-cü və sonuncu suala. Sualda deyilir ki, verilmiş adi kəsirləri dövr-onlu kəsirə çevirin və uyğunluğu müəyyən edin. Birincisində yazırdı ki, 6'da 1. Demək, sürət və məxrəci 15'ə vursaq, əgər biz burada 90'da 15 əldə eləyərik. Əgər sürət məxrəcdən kiçiksə, demək tam hissəsi 0'dır. Məxrəcdə 1,9, 1,0 varsa, demək ki, dövrlə tamlasında bir rəqəm, dövrdə də bir rəqəm var. Bu da bizdə 1,6 yazdığımızda 16 çıxılsın 1, 15 verdiyi üçün düzgün cavab olacaqdır 0,1 dövrdə 6. 1'ə ödənəcək E variantı. 90'da 23 verilib. Eyni qaydada istifadə eləsək, bu zaman 25 yaza bilərik. 25'dən 2 çıxdığımızda 23'ü versin deyə. Demək 0,2 dövrdə 5. Üçüncüdə isə 99'da 23 veribdir. Burada 0 tam. Dövrdə 2 rəqəm olacaqdır.
Dövrün tamlamasına rəqəm yoxdur, çünki saf dövr onun kəsin şərtinə uyğundur bu. Dövrdə 2 rəqəm, 2 rəqəm üstəki rəqəmlər qrupudur. 0 tam dövrdə 23 şəklində olacaqdır ki, 3-ə də ödənəcək A variantı. Və bu da sonuncu sual idi. Növbəti videolarda görüşənədək sağ olun.